Hər vaxtınız xeyir, gözəllərim, əzizlərim, daimi izləyicilərim. Bugün salamlarımı göndərəcəm Əliyeva Aylin qızıma, İsa Balayeva Aysel qızıma salamlar, Ağazadə Dəniz qızımıza salamlar və sevimli, xüsusi şagirdim, əziz izləyicim Laçınova Ayşə qızımıza salamlar. Bugün o qədər gözəl sözlər oxumuşam Ayşədən. Həqiqətən yenə də məni məndən aldı bu qız. Bu sözləri necə tapır, hardan tapır, necə yazır? Bu da məncə sevginin gücüdür. Müəllimin sevməyinin nümunəsidir, göstərisidir. Mən də onu çox istəyirəm. Mən də hər birinizi çox istəyirəm əzizlərim. Yazmayanlar, mesaj yazmayanlar da bilirəm ki, yazmaq istəmir, ancaq sevgisi və kanalımıza abunə olması mənim üçün bəsdir. Əsas odur ki, yetər ki, izləyin videolarımızı, yararlanın, ancaq buradan köçürməyin. Sizdən hər zamanki kimi artıq dərəcədə xahiş edirəm ki, videolarımıza baxaraq tapşırıqları köçürməyin. İlk öncə dərsimizi anlayın, tapşırıqları yazın, yoxlanış üçün baxa bilərsiniz ancaq. Və yaxud da ki, hansısa sualın cavabını anlamadığınız halda ora baxa bilərsiniz. Hər birinizi çox sevirəm. Gəlin, davam eləyək. Kərimova Pərvanə qızıma salamlar, Nuray qızıma salamlar və Əhədzadə Xədicə qızıma salamlar. Qızlarımı qəşəng ürəkli, çiçəkli, böcəkli bəzəmişəm. Oğlanlarımıza sadəcə ürəklər qoymuşam. Mavi ürək əsl mənə digər ki, elə tam onlarlıqdır. Məmmədzadə Vüsal, oğluma salam. Qədir, oğluma salam və Uğur balamıza salamlarımı göndərirəm buradan. Hər biriniz mənim üçün çox əzizsiniz. Hər biriniz mənim üçün çox dəyərlisiniz. Gəlin, dərsimizə keçək. Ümumiyyətcə, əhali mövzusu çox maraqlıdır. Hər birimizi maraqlandıran mövzulardandır. Sırf coğrafi mövzudur. Deməli, əhali artsın yoxsa azalsın mövzusu olacaq bugünkü dərsimiz. Gəlin baxaq, gördüyünüz kimi bu şəkillərə, yəni sosial şəbəkələrdə də rast gəlmişik belə şəkillərə. Afrika əhalisinin hansı şəraitdə yaşamasını və Avropa əhalisinin hansı şəraitdə yaşadığını biz dəfələrlə görmüşük. Elə bugün də məhz bunlardan danışacağıq. Niger Afrikanın qərbində yerləşir və dünyada əhalinin ən çox artdığı ölkələrdən biridir. Burada Nigerin yerini də göstərir. Materik daxili ölkədir, heç bir okeana, dənizdə çıxışı yoxdur. Bu da onun elə coğrafi mövqeyinin mənfiliyini göstərir uşaqlar. Pis bir xüsusiyyətdir əslində. Deməli, əhalinin artdığı ölkələrdən biridir. Burada əhalinin sayı 28 milyon nəfərdir. Hər il əhali 3,8% artır. Nigerlilər ailədə uşaqların sayının 7, 10 və daha çox olmasını vacib sayırlar. Elə məhz əhalinin artmağına səbəb həmin o milli adət ənənələrdir ki, əhalinin həddindən artıq artmağına, bu da ölkədə demoqrafik problemlərin, sosial, siyasi problemlərin yaranmasına səbəb olur. BMT-nin proqnozuna görə 2050-ci ildə ölkədə əhalinin sayı 50 milyon nəfərə çatacaq. Görün nə deməkdir bu? 2 qat demək olar ki, artacaq. Hətta 2-dən çox. Yox, 2 qat. 2 qat biraz az. Əhali artımı, daha doğrusu ölkədə ciddi problemlər yaradır. Deməli, Niger iqtisadi inkişafına görə geridə qalır. Ölkədə əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Bu sözlərə diqqətlə qulaq asın, çünki tapşırıqlarımızda məhz bu sözlərdən istifadə edəcəyik. Deməli, Nigeriyada əhalinin sayının artması orada iqtisadi inkişafın geri qalmağına səbəb olur. Əhalidə, deməli, hər ailədə 7-10 nəfərin olması və ondan da çox olması vacib sayılır. Bu xüsusiyyətlər ölkənin əhalisinin artmasına və siyasətinin, iqtisadiyyatının daha doğrusu geriyə qalmasına səbəb olur. İndi gəlin Avropa ölkələrinə baxaq. Nümunə olaraq Litvanı veriblər. Litva Şərqi Avropada. Burada yerləşir, Baltikanı ölkədir. Yenə qələmimi götürə bilmirəm. Deməli, götürdüm. Əhali, deməli, burada nə qədər? Burada hər il əhali 1,5% azalır. 1,15% azalır. Təsəvvür edin ki, Nigerin əksinə. Ölkədə əhalinin sayı 2,7 milyon nəfərdir. Litvada bir uşaqlı ailələr üstünlük. Demək olar ki, bizim Bakıda olan əhalidən biraz çoxdur ümumi ölkə əhalisi. Litvada bir uşaqlı ailələr üstünlük təşkil edir. BMT-nin proqnozuna görə 2050-ci ildə ölkənin əhalisinin sayı 2,1 milyon nəfərə çatacaq. Artıq burada proqnozlar göstərir ki, əhali sayı həddindən artıq azalır. Və əhalinin azalması ölkədə bəzi problemlər yaradır. Həddindən artıq, yəni azlığın da problemləri var. Məsəl üçün, işçi qüvvəsinin çatışmamazlığına baxaq görək burada hansı problemləri yaranır. Litva iqtisadi cəhətdən nisbətən yüksək inkişaf səviyyəsinə malikdir. Ölkədə əhalinin əsas məşğuliyyəti elm, biznes, sənaye və digər sahə. Əslində inkişaf etmiş ölkə deyil Litva. Yəni Avropa ölkələrinin digərlərinin müqayisədə, məsəl üçün Almaniya, İtaliya, Böyük Britaniya, yəni Qərbi Avropa ölkələrindən fərqli olaraq, yəni Litva geridə qalmış ölkədir. Yəni o ölkələrə nəzərən
nəzərən geridə qalmışdı. Amma ən azından Afrika ölkələrindən, Asiyanın digər ölkələrindən daha yaxşı inkişaf edibdi. Siyasət, iqtisadiyyat baxımından. Ölkədə əhalinin əsas məşğuliyyəti nədir? Deməli, elm, biznes, sənaye və digər sahələr. Litvada kənd təsərrüfatı da yaxşı inkişaf etmişdi. Yeni texnologiyalar istifadə sayəsində kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə edilmişdi. Biri var ki, insanlar burada görürsünüz, əl əməyindən istifadə edirlər, əlləri ilə toplayırlar və valideynlərinə kömək eləyirlər. Oxumaq əvəzinə, təhsil əvəzinə onlar valideynlərinə kömək eləyirlər. Bu şəkildə də görünür və geyimlərinə baxsanız, bu insanların nə qədər çətinlik çəkdiyini görmüş oluruq. Onların yediyi qidalar olsun, gündəlik həyat səviyyəsi olsun, həyat tərzi olsun və digər uşaqlarla müqayisədə həqiqətən çox çətinlik yaşayır. Afrika ölkələri, o da əhalinin sayının həddindən artıq çox olmasına səbəb olur. Daha doğrusu bunun səbəbi əhalinin çox olmasıdır və onlar elə bir siyasət aparmalıdırlar ki, demoqrafik siyasət həyata keçirməlidirlər ki, əhali ilə bağlı təbii artımı aşağı salsınlar və insanların heç olmasa dolanışıqlarına bu yaxşı təsir göstərəcək. Yəni daha düzgün, daha normal yaşayışına səbəb olacaq. Gəlin tapşırıqlarımızın izahına keçək. Deməli, tapşırıqlarımıza baxaq. A, B şəkillərindəki uşaqların həyat şəraiti haqqında hansı fərqləri görürsünüz? Elə indi də danışdıq. A şəklində Nigerdə yaşayan bir ailə təsvir edilmişdi. Burada uşaqlar məhsul toplamaqla analarına kömək edirlər. Uşaqların geyimləri onların ağır həyat şəraitinin olmasını göstərir. B şəkli Litvadır. Burada nə görürük? Məktəb, sinif otağı, müəllim, şagirdlər təsvir edilibdir. Uşaqlar yaxşı geyinmişlər və sinif otağının şəraiti onların yaxşı yaşamasına, həyat səviyyəsinin nə dərəcədə yüksək olmasını göstərir. Sizcə A şəklindəki uşaqlar hansı problemləri yaşayırlar və səbəb nə ola bilər? Bayaqdan olsunuz ki, onlardan danışırıq. Digərdə uşaqlar məktəbə gedə bilmirlər. Normalda məktəbə getməlidirlər və onlar valideynlərinə, ailələrinə kömək etmək məcburiyyətində qalırlar. Onlarda insanların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Təbii artımın çox olması da ərzağa olan ehtiyacını ödəyə bilmir. Problemlərin səbəbi nə oldu? Təbii artımın çox olması. Hansı problemlərə səbəb olur? Təhsildə yayınırlar və ərzağa olan ehtiyaclarını ödəyə bilmirlər, əhalinin çox olmasa. Və bu problemlərdən hələ bir neçəsidir, hamısı demək deyil. Nigerlərin çoxuşaqlı ailələrə üstünlük verməsi nə ilə? Burada çoxuşaqlı ailə əsasən yəni daha çox kənd təsərrüfatına, valideynlərinə kömək üçün insanlar əhali sayını artırırlar və bu biraz da iqtisadi, daha doğrusu belə deyək, adət-ənənə ilə də bağlıdır. Onlarda belədir, qayda, qanun, adət-ənənə belədir. Deməli, nə üçün Litvada əhali azalır? Litvada əhalinin azalmasının səbəbi əhalinin təbii artımın mənfi olmasıdır. Çünki doğulan uşaqların sayı azdır. Bu da əhalinin getdikcə azalmasına gətirib çıxarır. Dünyanın siyasi xəritəsindən istifadə edin. Niger və Litvanın yerini tapın. Onsuz ki, bayaqlar göstərdik. Litvanın da Nigerin də yerini göstərdik. Zaten təsvir edilmişdi. Bu ölkələrin əhalinin çox hissəsinin hansı yaşayış məntəqələrində yaşadığını müəyyənləşdirin. Niger əhalinin Afrikanın qərbində, Nigerdə Afrikanın qərbində ən çox əhali yaşayır. Səhifə 47-də verilən xəritəyə görə burada kənd əhalisinin payı şəhər əhalisinin sayından çoxdur. Həmin xəritəyə siz baxa bilərsiniz. Litvada əhalinin azalması, Nigerdə artması hansı problemlərlə? Bu problemlərin hamısını yetəri qədər danışdıq. Onsuz ki, Litvada doğulanlar az olduğu üçün əhali azalır, işçi qüvvəsi çatışmazlığına səbəb olur. Nigerdə əksinə əhalinin sayının artması işsiz qalmasına, ərzaq və su və digər ehtiyacların çatışmazlığına səbəb olur. Sizcə, hər iki ölkə bu problemləri həll etmək üçün hansı tədbirləri görməlidir? Problemlərin həlli üçün Niger əhalinin artımını azaltmaq üçün müəyyən demoqrafik qanunlar həyata keçirməlidir. Məsəl üçün Çin kimi. Çin tam ciddi qanunlar qəbul edərək ölkə əhalisinin sayını təbii artımı ikinci tipdən birinci tipə salmışdı. Birinci tip yəni doğulanların sayı ölənlərdən azdır. İkinci tipdə isə doğulanlar ölənlərdən çoxdur demək istirdim. Bəli. Bu isə yəni hansı ki inkişafda olan, inkişafı geridə olan ölkələr üçündür. Doğulanların sayı həddindən artıq çoxdur. Və uşaqların sayı həmin o kasıb ölkələrdə, inkişafda olan ölkələrdə uşaqların sayı daha çoxdur. Amma inkişaf etmiş məsəl üçün Avropa kimi ölkələrdə qocaların sayı uşaqlardan daha çoxdur. Çünki orada doğum səviyyəsi həddindən artıq aşağıdır. Hətta mənfidir. Bəzi ölkələrdə hətta mənfidir. Bu problemi hər üçün Niger neynədir? Azaltmaq üçün demoqrafik qanun qəbul etməlidir. Litvadakı əksinə artırmaq üçün qanunlar qəbul etməlidir. Belə, dərsimiz bu qədər. Hər birinizə uğurlar arzulayıram. Gələn dərsimizdə çox güman ki, birinci gün dəyərlənmə mövzusunu izah edəcəm. İnşallah ki, sabaha bu mövzunu da çəkib sizlər üçün paylaşacağım. Sağ olun.